Salam olsun əziz və böyük Türk millətim. Salam olsun MKTV izləyicilərimiz və salam olsun Mustafa bəy sizə. Demək, bugün göstərisi oyunda bölgəmizdə çox kirli oyunlar gedir. İran olayları, İran için qışqırdılması, İsrail və Amerikan Mossad CIA tərəfdarları və bu günləri İsrailin Radyo Navarra və 9-cu kanal canlı verilişlərinə baxırdım. Artıq İranda xalq başa düşdü ki, bu CIA-nın və Mossadın içərdən qışqırtmalarıdır və xalq Molla Fars rejimini devirə bilmədi. Sakit mitingə keçdilər və İran da artıq hərbi rejim elan elədi, yüksək hərbi rejim və həm tam hazırlığa oldular savaşa. İsrail mediasında dediyinə görə hər an saldıra bilərlər. Buna görə də İsrail hava qüvvələri və Amerikan hava qüvvələri hazırlıqlı vəziyyətə gətirildi. Yəni bu o deməkdir ki, İrana hər an saldıracaqlar. Hər şey gözləmək olar. Buna görə Türkiyəmiz sınırları bağlamalı. Yəni ki, dövlət bunu özü edir. Azərbaycan zaten sınırları bağlıdır İranla. Bölgədə çox kirli oyunlar gedir. Şah Pəhləvinin də bu Yahudi İsrail mediasının dəstəyi ilə dünyada hallandırmaqları, adını çəkməkləri 3 gün bundan öncə Pəhləvi Ağ Evdə idi. Orada görüşlər edir, CIA ilə, digərlərindən, hamısından, Mossadla. Ancaq Trump'a sual verildi ki, dünənləri siz Pəhləvini dəstəkləyirsiniz. Trump net olarak dedi ki, yox. Bir daha sülalə monarxiyazad olmayacaq. Buna görə də İranda olan Güney Azərbaycan Türklərimiz Məsud Pezeşkiyanı dəstəkləməklə və yaxud da ki, bir lider olmaqla. Lider yoxdur, görünmür. O boyda millətin bir lideri yoxdur. Ya bir generalı yoxdur, lideri yoxdur. Ona görə Məsud Pezeşkiyanı heç olmasa dəstəkləməklə gələcəkdə dövlətimizin qurulması, Türklərin okulların açılması, universitetlər açılması, ana dilində eğitim, hər şey təşkil edə bilərlər. Bu gedişatda nasıl olacaq? Amma böyük savaş gəlir. Rusiyanın beyin mərkəzinin başında duranlardan biri Dugin bugün artıq Putinə proje verdi. Rusiyanın sınırları həmən bağlansın və 1 milyon ordu hazır olsun. Bu proyektdə də bu günləri imza atırlar. Rusiya da hər an sınırları bağlayıb böyük savaşa hazırlaşırlar. Və bu Atlantik Okyanında, Buzlu Okyanında, Avropa tərəfdə savaşlar qızışa bilər. Burada da İrana saldıranda bunun nəticələri nə ilə nəticələcəkdir, onu bir Allah bilir. Yəni qısa desək. Mən xalqın dilində danışıram. Bəzi adamlar elə bilər, mən jurnalist, qazetçi zat. Yox. Mən standart kəlmələrdən istifadə edən adam deyiləm. Xalqımın öz başa düşdüyü, anladığı dildən danışıram. Və Türkiyəmizin də içində Türkiyə Böyük Millət Məclisində 321 dənə Kürt millət vəkili var. DEM-dən, OBC, BUBC, AK Parti'dən. Suriyada Şam ordusunun Hələbdə apardığı operasyon PKK-ya qarşı. Bunlar Diyarbakırda cəmaatı qışqırtıb küçəyə çıxardılar. Türkiyə Böyük Millət Məclisində haykırırlar, dava saldılar. Biz Türklərə qarşı. Bunların bir dəfənin səsini kəsmək lazımdır. Ondan başqa İranda olan olaylar nə Molla rejiminədir, nə Pezeşkiyana görədir, nə Şaha görədir. İranda olan olaylar hamısı petrol və qazın ələ keçirilməsi və Hürmüz boğazını ələ keçirməkdir. Çünki İran petrol ehtiyatlarına görə dünyada 3-cü yerdədir. Ona görə bunları ələ keçirmək üçün. Yoxsa onların çox elə umurundadır. Orada Kürt öldü, Türk öldü, kim öldü? Ya onlara nə dövlət qurdular. Və İsrailin proyektində bu federal dövlətlərə bölmək idi. Əgər İran parçalanarsa, baxın, buna dikkat edin. Suriye'den de çok pis güne düşecekler. Çok kötü günde olacaklar.
Suriye hiçte olacak o yanda. Orada savaşlar da olmayacaktır. Bunlar yeni dünya düzeninde Amerikanlılar, yani Amerika Birleşmiş Devletleri öz etkisi alanında bölgelere sorumludur. Rusya öz etkisi alanında bölgelere sorumludur. Bunun için Cənubi Qafqaz ve Polşa, Slovakiya, Çexoslovakiya, Rumıniya, Macaristan daxil olmaqla, Pribaltika ölkələri daxil olmaqla Rusiyanın etkisi altındadır. Çində Orta Asya dediğimiz Türkistan bölgesinin ve onun cənub aşağısında olan Tayvan, Laos, Kamboja ve diğer uzaq Şərq Asya dövlətlərinin kontrolunu götürür və hər kəs öz bölgəsindən sorumludur. Qaldı Orta Doğu. Orta Doğuda tam İsrail'e vermək istəyirlər. Bu belə bölünür. Yeni dünya düzenində bunu belə bölmüşlər. Amma bu projenin karşısında duran bir Türkiye Cumhuriyetimizdir. İkinci de İran'dır. Ona göre İran üzerine saldırırlar ki Türkiye'mizi her taraftan kuşatsınlar. İran bölünürsə, parçalanırsa Türkiye'miz tam çemberi altına alınacaktır. Her taraftan. Bu da İsrail'le oynayacaktır. Gələcəkdə bizim Azərbaycan ərazisinə də bu Kürdistan dedikleri, Laçın Kürdistan, Wikipediyada yazdıkları, elə buradan da onu deyim ki, bizim Azərbaycan Elmlər Akademiyası hara baxır? Nə iş görürlər? Niyə Wikipediyaya məktub imzalayıb, şikayət edib o yazını sildirmirlər? O Laçın Kürdistan dövləti. Azərbaycanda Kürdistan dövləti var. Laçın Kürdistan olubdur burada. Niyə Elmlər Akademiyası bu işlərə baxmır? Nə maaş alırlar, nə otururlar orada? Bu işləri təcili görmək lazım. Gələcəkdə belə şeylər hamısı başımıza bəla olurlar. Həmin bu Ege'dən Xəzər dənizi olan proyektin Tombarakın dediği. Bu da o Laçın Kürdistan bölgesini de Azərbaycanın içindən qopartmağı həmin projenin bir hissəsidir. İndi bunların projeləri alt üst olur. Əgər İran tam bütövlüyünü saxlayaraq Molla rejimi gedib Peşikşən Cumhurbaşkanı kimi demokratik olsalar bütün saxlamaq bu bölgede Türkiyemizin söz sahibi olmağıdır. Yani artık bölgede ne Amerika, ne İsrail, ne kimse at oynada bilmeyecek. Burada söz sahibi Türkiye olacaktır. Ve buna göre de ben bazı araştırmacılar var, onlara da eşitirəm. Hamı bu günləri İrandan danışır, eyni standart sözler değiller. Əsas her an, yani bu gece, yarın, her an İran'a saldıracaklar. Bu böyük müharibə savaş aparacaqdır. İran da buna güclü hazırlaşıbdır. Və bölgədə çox təhlükəli oyun gedir. Çünkü sınırında həm Türkiyəmizdir, həm Azərbaycanımızdır. Biz hamımız yan yanayıq. O Ukrayna savaşı, ne bileyim Amerika ile Rusya orada Atlantika'da birbirini kırdı, sınırı bağladı. Onlar hiç umurumuzda değil. Biz bu günləri dövlətimizi olan gələn təhlükələrdən danışmalıyıq. Əsas da təhlükə bu günləri İran üzerinden gedir. Türk milletim, Güney Azərbaycanda da Türk milletim bir liderin ətrafına yığışın. Yoktu mu sizde o vaxtdan İran ordusunda generallarımız çalışmış, əməkli olmuş, gənclərimiz, özel hərəkətlərdə? Yok mu bu generallardan, bir ziyalılardan başında otura halkı yığıb ətrafına? Azərbaycan sınırları ətrafına yığılırlar. Təbrizin ətrafına, Ərbildə, Ülmiyyədə, hər yerdə təşkilatlanırlar ki, əgər parçalanmağa gedərsə, dövlətinizi elan edin. Bütün dünyaya haykırın. Boş-boş YouTube'da, gazetdə, sözdə yazmaqla dövlət qurulmur. Və kimsə sizə gəlib dövlət quran deyil. Şah, həmin bu Şah Pəhlavinin atası 1946-cı ildə Mirsəyə Pişəvərinin zamanında dövlət qurulmuşdu. Azərbaycandan Sovet hökumətinin 26-cı diviziyasının əlindən Mirzəfər Bağırov oraya yeritmişdi. Təbriz mərkəzli dövlət quruldu. Parlamentimiz, okullarımız, hər bir şeyimiz vardı. Şah Amerikanın əli ilə o dövləti ləğv elətdirəndə və Rus ordusu oradan silahlarla çıxanda Təbrizə girəndə bizim Azərbaycan türklərini atının ayağında qurban kəsdilər.
Qızlarımızın ayaqlarına nal mıxladılar. Mismarladılar. Həmin bu şərəfsiz Pəhləvinin atasıydı. Kimdir bu Pəhləvinin tərəfində? Bəzi mən görürəm bizim Türklər orada Pəhləvi şahsar qışqırırlar. Özünüz olmalısınız. Şahı da lənət olsun, mollası da. Birləşməlisiniz. Başqa yolunuz yoxdur. Bir liderin çıxmalıdır. Bu boyda vaxt bir Türkün lideri yoxdur. Dünya meydasında da sası yoxdur ki, deyirlər ki, bu orada xalq bunun başına yığışıbdır. Bunların planında Amerikadan Pəhləvini əgər çevriliş alınsaydı, Mossad və CIA ajanlarla bir yerdə Amerikan təyyarəsindən gətirib Tehranı kürdəcəkdilər. Onu da dəstəkləyənlər Kürdlər yeri, Farslar və şahın vaxtında dövlətdə görev yapıb kef çəkən bizim satılmış köpək türkülər, manqurtlar olacaqdı. Və onunla da bir daha qarşıda gələn 100 il orada dövlətçilikdən danışma olmayacaqdı. Türklərimizə zulüm verəcəklər. Bunu anlamırlar mı burada? Orta Doğunu bunlar İsrail'e vermək istəyir. Amma İranla savaşın nəticəsi çox ağır bitəcəkdir. Ola bilsin ki, İsrail dövlət kimi də dövlətçiliğini itirsin. Çünki balistik raketlərdir. Bu da top tüfək davası deyil. Füzələrin davasıdır. İran da buna möhkəm hazırlaşmış və çox bölgədə təhlükəlidir. Buna kimsə